Ki bəzi insanların ömrü çox bərəkətlidir. Onlar ölürlər, amma eyni zamanda yaşayırlar. Ölüm onların xidmətlərini sonlandıra bilmir. Onlar əbədi yaşayırlar bu dünyada. Əsrlərlə bəşəriyyətə fayda verirlər. Xidmətləri bitmir və tükənmir. Bərəkətli həyat belə bir həyatdır. Qıraqdan baxırsan belə insanların yaşayışına, deyirsən, ilahi, bunlar necə çatdırır, necə eləyir, necə mümkündür axı? Onun üçün də bir gün 24 saatdır, mənim üçün də bir gün 24 saatdır. Sanki belə insanlar yerdə yaşayır, amma dünyada yaşamır. Nə qədər qiyamətə qədər həyat varsa bu dünyada, bu insanın zəhməti, faydası və xidməti var. Faydalı insandır,